Növbəti modul belə bir moduldür, avtomat formasında. Bu da eyni ilə Wi-Fi ilə uzaqdan idarə olunur. Buna qoşulma qaydası elə də çətin deyil, indi göstərərəm. Burada yuxarı hissəsində giriş işarəsi var, görürsünüz. Ox aşağı. Burada deməli birləşdiririk nol və fazanı, şəbəkədən gələn. Nol və fazanı birləşdirdik. Bundan sonra çıxışa qoşacağımız texnikanı, yəni bu pompanı qoşub yoxlayacağam. Texnikanı qoşuruq. Bu formada qoşduq. Bax, pompa, çıxışda, faza. Taxırıq toka. Üzərində işıq yanır. Deməli, knopkanı basırıq, saxlayırıq 5 saniyə. İşıq yanıb sönür. Bu formada işıq yanıb sönməyə başlayır. Bundan sonra artıq proqrama yazırıq. Yenə Google Play-dən Tuya Smart proqramı yazırıq. Qeydiyyatdan keçirik. Yəni bu proqrama istənilən sayda bu kimi modulları əlavə etmək olar. Добавить устройство. Tapdı. Parolumuzu yazırıq. Cihaza əlavə edirik. Proqrama giririk. Smart modul seçdik və bu formada qoşuruq. Qoşduqdan sonra modul 82.4, yəni vatı göstərir. Texnika hansı güclə istəyir, onu göstərir. 240.7 deyək ki, voltajı göstərir, 0.38 amperajı göstərir və eyni zamanda bu modulun sayğac funksiyası da var. Yuxarıda solda gördüyünüz yerdə gün ərzində, ay ərzində, il ərzində nə qədər elektrik enerjisi istifadə edirsə onu göstərir. Yəni deyək ki, kondisioner bir aya nə qədər elektrik enerjisi işlədir, onu bu proqram vasitəsilə görə bilərsiniz. Evdə yoxsunuzsa, kondisioner boş-boşuna işləməsin. Uzaqdan 1 saat əvvəl, 2 saat əvvəl siz Wi-Fi vasitəsilə kondisionerə qoşursunuz və evə gəldikdə ev sərin olur. Və yaxud da ki, kombiyə qoşa bilərsiniz. Bu modul avtomat deyil, avtomat formasında olsa da bunun avtomat kimi qısa qapanmadan və yaxud da ki, qızmadan qorumaq funksiyası yoxdur. Əgər bunu biz işlə qoyacağıqsa, bundan öncə mütləq bununla eyni nominalda olan, yəni əgər bu 63 amperdirsə, bundan öncə 63 amperlik avtomat qoyulmalıdır. Öz knopkası da var. Mexaniki olaraq işə salmaq olur. Eyni zamanda timer funksiyası var. İstənilən saatı qoyursunuz, həmin saatda bu qoşulur. Və yaxud da deyək ki, bunu qoşmusunuz nasosa, deyirsiniz ki, nasos saat 3-də qoşulsun, yarım saat işləsin, dayansın. Yəni bunu vaxt olaraq proqramı yazırsınız, proqram özü siz təyin etdiyiniz vaxtda qoşulur, siz təyin etdiyiniz vaxtda şəbəkəni ayırır.